Dostlar, axşamınız xeyir. Ürəyim nə istədi? Çay içmək istəyirəm. Saat bilirsiniz neçədir? 9-dur. Mən üçün fərq yoxdur. Əgər mənim ürəyim istəyirsə, hazırlamalıyam. Kətəyə oxşayan bir şeydir. Mən onu elə qozdu piçeyni kimi, rulet kimi eləyirəm. 2 ədəd yumurta qarışdırıram. Boşaltdım. İndi bu deyirsiniz Gülşən xanım, xəmir tabağın yoxdur. Çox xoşum gəlir bu qabdan. Burada duz var, sarı kök var. Razırıq ritel var. Mən buna bir balaca bu dəqiqə su əlavə edeyim. Bu smetanın suyu çıxıb. Yəni kefir də vurmaq olar. Biraz limonun suyu sıxıram ki bu yaxşı şişirdir. Görürsünüz razırıq ritel vuranda qəşəng səsi gəlir. Belə smetanın üzündə biraz durmuşdu qatıq kimi. Burada hardasa bir 150 qram smetan var. Bu da bizim günə baxan yağımız. Biraz da yer açaq. Ərinmiş yağ, bax, burada hardasa bir 100 qram ərinmiş yağ olar. Bunları yaxşıca qarışdırıb, xəmir yoğururuq. Çox gözəl xəmir alınır. Əlində elə bilirsən ki, xəmir deyil, yağdır. Ona görə burada smetan var. Siz bunu bişəndə baxarsınız. Belə olmalıdır xəmir, başqa cür yox. Həm yağlıdır, həm də görürsünüz. Bu biraz qalsın. Hardasa bir yarım saatdan sonra biz bunu açacaq. Dostlar, görürsünüz mənə hədiyyə gəlib Vaqif qardaşım, öz kəndimin oğlu, canlı yayımda gördünüz. 3 ədəddir, komplet. Hardasa 2000 rubl edirdə, yəni 40 manat Azərbaycan pulu ilə. Bilmirəm, Azərbaycanda neçə olar. Dostlar, gözəldir. Bax, kommentariya gözləyirəm. Səhifəmə yazılım bu gözəlliklərə görə. Ünsiyyətdir, xəmirimiz hazır. İndi bunu qəşəng kəsib kündələrə bölürük. Orada xıcıldayan nədir deyirsiniz? Yağ qaynayır, yağ əridirəm ki, xəmiri yağlamağa dostlar. Xəmirimiz hazırdır. Çox nə qalın, nə də nazik yaymaya. İçərisinə yağ sürtürük. Bu kətəyə oxşayır, amma kətənin içinə mənə elə gəlir yağ vurmurlar. Yadımdan çıxdı. Yağ vurmuruq, yumurtanın ağı vururuq. Mən bunu yağla, bu biraz dadı ilə paxlavanın dadına da oxşur, toka şərbəti yoxdur. Çox gözəl alınır dostlar. İçliyimiz də elə eynən paxlavanın içidir. Gözəl yayırıq hər tərəfinə. Yaxşı çay içərəm bugün. Eybi yoxdur, kökəlirik də. Neyniyək bəs? Ürəyimiz istəyir axı. Bax, beləcə bükürük dostlar. Bükə-bükə gedirik. Rulet kimi görürsünüz, bükdük. Belə vururam. İndi deyirsiniz niyə vurursan? Hamısı qəşəng götürsün, onsuz da köpəcək. Bir balaca belə yayıram üstündən. Heç nə yapışan deyil. Gördünüz dostlar. Bir balaca belə açdım. Təzədən yedirəm üstündən. Başlayırıq dostlar bu formada kəsməyə. Üzərini də qəşəng yumurtalayırıq. Göndərək pişsin, tez çay içək, gerisini pişirərik. Hədə baba katalkalarımız bizim, açan oxlovlarımız bu idi. Əlimlə çəkirəm ki, bükəndə rahat büküm. Baxın, görün qəşəng bükdüm. Hazırdır. Gətirdik ortaya. Sonra biz bunu qəşəng, mən biraz həmişə oxlovla döyürəm. Yəni, hamısı qəşəng. Bu yapışan deyil, narahat olmayın. Yaza da bilərsiniz, Gülşən xanım vurmayın xəmiri. Mən xəmiri döymürəm ki, mən bunu bərkidirəm. Başda indidən sizə deyirəm, qıraqları düz olsun. Yayırıq qəşəng, belə. Belə də yaya bilərik. İndi bir tərəfində balacalar çıxa bilər, bir tərəfində böyle. Qorxmayın, hamısı gözəl alınacaq. Bir-birindən dadlı. Bəh, bəh, bəh. Ona görə bunlar bir-birindən dadlı. Niyyədir?
Hamısının içliyi də eynidir. Hər dəfə yedikcə deyəcəksiniz, nə gözəldir, nə gözəldir. Hə, kəsirik. Kəsib, göndəririk duxovkaya. İstədiyiniz formalarda kəsə bilərsiniz. Yəni, belə də kəsə bilərsiniz, dostlar, bu formada. Belə də kəsə bilərsiniz, 3 bucaq. Yəni ki, necə istəsəz, elə də kəsə bilərsiniz. Qorxmayın, bu taxtama görə narahat olmayın ki, Gülşən xanım, taxta kəsilmir, yox. Mən taxtaya sürtmürəm, belə aşağı vuranda, yəni cızmır da, taxtanı qəşəng saxlayıb. Bayaqdan kəsmişəm neçəsin, heç nə olmayıb. Orada kəsdiyim formanı yəqin görürsünüz, dostlar. Görürsünüz, necə gözəl alındı, görün. Necə gözəl alındı, ay dostlar, baxın. Hazır, çox gözəl, möhtəşəm, maraqlı. Görün, necə gözəldir, ay dostlar. Baxın, dostlar, kəsəndə də istidir. Allah Allah, baxın bunun qatlarına, baxın bunun gözəlliyinə. Ətri də, xəmri də, dadı da. Hazırlayın, nuş olsun. Mən də gedim çay içim. Yaxşı kommentlər, bir də səhifəmə yazılmağı unutmayın. Hələlik.